Salam əziz və dəyərli dinləyicilər, mən bugün sizə İlyas Əfəndiyevin seçilmiş əsərlərinin izahını verəcəm test üzrə. Qeyd edim ki, Rəşidovun test toplusundan istifadə edirik. Başlayaq. Deyir, İlyas Əfəndiyevin Xurşudbanu Natəvan və Cəfər Cabbarlının Oqtay Eloğlu əsərləri üçün ortaq cəhətləri yox, daha doğrusu fərqli cəhətləri müəyyən edin. Tarixi mövzuda yazılmışdı. Tarixi mövzuda biz bilirik ki, Xurşudbanu Natəvan əsəri tarixi mövzuda idi. Deməli, anı yazırıq bura. Baş qəhrəmanın vətənpərvərliyi, özünü xalqdan ayırmaması, əks qütbdə dayanan qüvvələrin gizli niyyətini puça çıxardır. Bu da Xurşudbanu Natəvan obrazı idi, hansı ki, Canişin, daha sonra Şəhzadə kimi obrazların gizli niyyətlərini puça çıxardır. Əsərin sonu xalqın ideallarının daşıyıcısı olan baş qəhrəmanın ölümü ilə nəticələndiyi üçün əsər faciə janrındadır. Nə Xurşudbanu Natəvan əsərində, nə də Oqtay Eloğlu əsərində biz baş qəhrəmanların öldüyünü görmürük. Əsərdəki konfliktin əsasında burjua cəmiyyəti ilə milli mənafi uğrunda çarpışan həqiqi ziyalıların mübarizəsi dayanır. Bu, Oqtay Eloğlu əsərinə aid idi. Çünki milli mənafi dedikdə burada teatrın yaradılması idi. Burjua cəmiyyəti isə Aslan bəy və Aslan bəy kimlər idi. Hansı ki, Oqtay Eloğlu o tip insanlarla mübarizə aparırdı. Əsər xalqımızın taleyi və birliyi probleminə həsr olunubdur. Xalqımızın taleyi və birliyi deyəndə ümumiyyətlə bunu yadda saxlamaq lazımdır ki, məhz bu Xurşudbanu Natəvan əsərinin əsas ideyasıdır. Məhz xalqımızın taleyi və birliyi məsələsi. Bu aid olacaq Xurşudbanu Natəvan əsərinə. A, B, Y, D, C bəndi. Uyğunluğu müəyyən edin. İlyas Əfəndiyevin Xurşudbanu Natəvan və Əhməd Cavadın Səsli Qız əsəri tarixi mövzuda yazılmışdı. Bayaq da qeyd elədiyimiz kimi tarixi mövzuda Xurşudbanu Natəvan əsəri idi. Azərbaycanın bütövlüyü ideyasının irəli sürülməsi baxımından çox əhəmiyyətlidir. Azərbaycanın bütövlüyü deyiriksə, bax bu fikir mütləq ki, Xurşudbanu Natəvan əsərinə aiddir. Müəllif azad olmuş ölkəni azad olmasını köhnə mənada azad hesab edir. Köhnə mənada azad dedikdə, yəni şahlar dəyişilsə də, yenə də insanlar azad hesab olunmurdu. Azadlıq anlayışı onlar üçün yad idi. Azadlıq sadəcə orada olan şeyxlər və tacir başı üçün, yəni və digər, belə deyək, mövqe sahibləri üçün azadlıq var idi. Digər insanlar üçün azadlıq yox idi. İstər yeni şah, istər köhnə şah, onlar üçün elə eyni şey idi. Əslində, dəyişən heç bir şey yox idi. Baş qəhrəmanın həyatı, fəaliyyəti ilə üzvi vəhdətdə əks etdirilmişdi. Bu, təbii ki, Xurşudbanu Natəvan əsəridir. Çünki biz Xurşudbanu Natəvanın həm ailə həyatını görürük, şəxsi həyatını görürük, hətta övladlarına qədər biz orada adlarının çəkildiyini görürük. Həmçinin də onun ictimai fəaliyyəti, hansı işlər görməsi bizə aydın olmuş olur. İşğalçılara qarşı mövqe sahiblərinin münasibəti əks olunubdur. İşğalçılara qarşı mövqe sahiblərinin deyəndə burada təbii ki, Səsli Qız əsərində şeyx kimi, tacir başı kimi şəxslərin işğalçılara, yəni məsələn şah gələndə başlayırlar onun ayağından öpməyə, çarıqlarını öpməyə, daha sonra xalatının dirətəklərini öpürdülər. Bəli, onların münasibəti əks olunubdur. Deməli, Y də aid olacaq Səsli Qız əsərinə. A, B, D və C, Y. Baxaq, A, B, D, C, Y olacaq Y bəndi. 3-ə baxaq. İlyas Əfəndiyev Xurşudbanu Natəvan əsərində dramaturq barışa bilmir. Görək dramaturq hansı deməli, mövzularla barışa bilmir. Həm yerlilərimizin farslaşdırma siyasətinə sevinməsi ilə biz bunu harda görürük? Biz bunu Məlik Küldövlənin timsalında görürük. Farslaşdırma siyasətinə sevinirdi. Hətta Xurşudbanu Natəvan ondan soruşanda ki, sən necə bu halla barışa bilirsən? Qeyd edirdi ki, çünki farslaşan insanlara deyir, məhz onlarda deyir, dövlət işlərində yer verirdilər, vəzifə verirdilər. Bir sözlə, Məlik Küldövlə çox, necə deyək, vətənini danan, vətənindən üz döndərən, yəni öz dilini, öz mənsəbini unudan bir şəxs idi. İkincidə, Azərbaycanın ikiyə parçalanması ilə, təbii ki, bununla da barışa bilmir müəllif. Çünki orada Seyid Hüseynin dilindən, Muradalının dilindən və digər obrazların dilindən vətənin ikiyə parçalanmasının nə qədər faciəli olduğunu, insanların başına gətirilən faciələrdən hansı belə deyək, faciələrin baş verdiyi, daha sonra necə onlara olan zülmlərdən söhbət gedir. Müəllif bununla barışa bilmir. Azadlıq uğrunda mübarizənin davamlı olması ilə, ümumiyyətlə belə deyək, bizim
bu Xurşudbanu Natəvan əsərində bir azadlıq anlayışı demək olar ki, yoxdur, ya ona mübarizə aparmaq anlayışı yoxdur. Bir dənə Seyid Hüseynin dilindən eşidilir ki, onlar azadlığa cəhd etmişdilər. Onu da kim satır? Elə öz yerlimiz, öz Azərbaycanlımız Kəndxuda şaha xəbər verir. Onlar da Cənubi Azərbaycandan qaçaq formada gəlirlər və sığınırlar deməli Xurşudbanu Natəvanın sarayına. Yəni Seyid Hüseyn o formada gəlmişdi. Və hətta Seyid Hüseyn deyirdi ki, mən gedirdim ki, insanları belə deyək də ruhlandırım və özümə tərəfdaş toplayım. İnsanlar da razı olurdu. Bunun qarşısına amma təbii ki, əslən Azərbaycanlı olan Kəndxuda alır. Və bəli, burada mübarizənin davamlı olmadığını görürük. Daha sonra ərbabların xalqa zülmü ilə, bəli, bununla da müəllif barışa bilmir. Çünki hələ Seyid Hüseynin dilindən xalqa hansı zülmlərin olunduğu, başlarına hansı oyunların gətirildiyi öz əksini tapır. Knyaz Xəsayın Xurşudbanu ilə ayrılması ilə. Bununla niyə barışmasın ki müəllif? Bu məhəbbət mövzulu bir əsər deyil, yəni əsas mövzu dairəsi deyil. Sadəcə olaraq Knyaz Xəsay ilə Xurşudbanu Natəvan arasında olan münasibət, belə deyək, Xurşudbanu Natəvanın hansı ictimai işlərlə məşğul olduğunu, bir növ onların xarakterinin açılmasında əsas rol oynayır. Başqa, yəni müəllifin burada barışa bilməyəcəyi bir nüans yoxdur. Cavabımız olacaq 1, 2, 4, yəni D bəndi. İlyas Əfəndiyevin Xurşudbanu Natəvan əsərinə aid deyil. Kənd uşaqların təhsilinə yer verilib deyir. Bu aiddir. Çünki 5-5 Rusiyaya, Fransaya Xurşudbanu Natəvan öz cibindən uşaqları göndərirdi, yəni öz pulu ilə. Tərəkkəmə həyatının xalqımızın inkişafına əngəl olması. Buna da biz harda rast gəlirik? Hansı ki, Hidayət xan gəlir, deyir, su çəkilməyəcək. Burada isə Xurşudbanu qeyd edilir ki, insanlar tərəkkəmə həyatı yaşayır, susuzluq belə deyək, susuzluq ucbatından insanlar öz yerlərindən, yurtlarından olurlar və belə deyək, təhsildən də uzaq qalırlar, insanlar inkişaf eləmirlər. Bu zaman Seyid Hüseyn də əlavə edir ki, sən sırf vergi ala biləsən deyən onların belə deyək, suyun çəkilməyini istəmirsən ki, onlar qalmasınlar, kök salmasınlar. Bir növdə Hidayət xan da əslində öz mənafeyini düşünən bir obraz olduğu üçün burada da onun elə iç yüzü açılır və sonradan əsəbləşib çıxıb gedir. Belə, daha sonra mövqe sahiblərinin xalqın rahat güzəranına qarşı çıxması. Bəli, elə Hidayət xanın timsalında görürük biz bunu, yəni istəmirdi, sırf vergi alacaq deyənə istəmirdi ki, mil düzünə su çəkilsin. Daha sonra xalqımızın ağır və acınacaqlı güzəranı, bəli, bu da əks olunubdur. Buna harda rast gəlirik? Xurşudbanu Natəvan gedir Qafqaz canişinliyinin sarayında öz haqqını tələb edəndə canişin deyir, sən tək qızsan, nə edirsən bu qədər torpağa? O da deyir, mənim xalqım var. Mənim deyir, Şuşa xalqım deyir, Şuşanın deyir, belə deyək də, milləti şor su içir və deyir, qeyd edir ki, uşaqlar da təhsilsizdir, yəni acınacaqlı bir vəziyyət var. İşğalçıların xalqı inkişafa çıxarmaq cəhdləri, heç bir işğalçı cəmiyyət işğal elədiyi xalqı inkişafa yönəltməz, yəni bu, belə deyək, mümkün deyil. O baxımdan bu elə bizim əsərimizə aid olmayan variantdır, yəni Y bəndi. Bəli, 4-də də olacaq Y. 5-ə baxaq. İlyas Əfəndiyevin Xurşudbanu Natəvan əsərində Natəvana aid deyil, deyir. Xalqını təhsili görmək istəyi mal və mülkündən önəmlidir. Bu doğrudur. Çünki ondan soruşurlar ki, daha doğrusu Seyid Hüseyn səhv eləmirəmsə soruşur ki, o Seyid Hüseyndən soruşur ki, uşaqları məktəbə göndərdikdə, yəni Rusiyaya, Fransaya göndərmişdi. Valideynlərin necə bir belə də reaksiya verdilər. O da qayıdır, deyir ki, birinci əsəbləşdilər, yəni razı olmadılar, elə bilirdilər ki, pulları özü ödəyəcək. Sonradan deyir, məlum olanda ki, artıq pulu siz ödəyəcəksiniz. Bundan sonra deyir, sevinə-sevinə razı oldular. Burada da təbii ki, bizə məlum olur ki, mal və mülkdən daha önəmli hesab edir. Məhz Xurşudbanu Natəvan mal və mülkdən daha önəmli hesab edir təhsili. Ədalətli davranışa atasından miras qalıb, atasından. Biz bilirdik ki, onun babası İbrahim xan və onun atası Mehdiqulu xan, Mehdiqulu bəy deyək, yüksək vəzifəli şəxslər olubdu. Lakin həmin o davranışların atasından aldığını deyə bilmərik. Çünki belə bir nüans yoxdur əsərdə. İstənilən məqamda xalqın xeyrinə qərar qəbul edir. Bəli, bu doğrudur.
Təhsilli gənclərin olması demək, vətənin gələcəyi demək məntiqi ilə hərəkət edir. Təbii ki, yoxsa niyə o qədər uşağı oxutsun ki? Nikah diplomatiyasının şərtlərinə sadiq qalmağı bacarmır deyir. Bacarır. Biz bunu harda görürük? Çünki belə deyək, Seyid Hüseynlə o artıq əhdi peyvan bağlamışdı və Knyaz Xasay geri qayıdır. Artıq getmişdi, nə qədər müddət keçmişdi. Knyaz Xasay eşidir ki, Xurşudbanu Natəvan artıq evlənmək üzrədir və gəlir, deyir, yenidən də birləşək, yenidən xoşbəxt olaq. Hətta onu Dağıstana getməyə, qaçmağa dəvət edir. Lakin Xurşudbanu Natəvan deyir ki, mən əhdi peyman bağlamışam, düzdür, deyir, səni istəyirəm, amma bu əhdi peymanımı poza bilmərəm. Belə, burada da məlum olur ki, o nikah diplomatiyasının şərtlərini pozmuş olmur. Cavabımız olur nə? 2 və 5, yəni C bəndi. 6-ya baxaq. İlyas Əfəndiyevin Xurşudbanu Natəvan əsərində qarşı-qarşıya qoyulur. Vətənpərvərlik və vətənə xəyanət, bu doğrudur. Deməli, vətənpərvərlik Xurşudbanu Natəvanın özündə, vətənə xəyanət isə Məliküldövlə kimi obrazların timsalında verilir. Mərhəmət və biganəlik. Biganəlik təbii ki, İran şahının Azərbaycan, Cənub Azərbaycanda olan insanların taleyinə, həmçinin canişinin, məsələn, Qafqaz canişinin insanlar olan taleyinə, həmçinin mərhəmət isə təbii ki, Xurşudbanu Natəvanın insanlara olan mərhəməti burada qarşı-qarşıya qoyulur. 2. 3-ə baxaq. Təmənnasızlıq və mənfəətçilik. Xurşudbanu Natəvan heç bir təmanna gözləmirdi bu işləri görərkən, amma mənfəətçilik münasibəti məsələn Məliküldövlədə var idi. Sırf öz mənfəəti üçün, nə də ona vəzifə verəcəklər deyənə və yaxud da hansısa bir iş sahibi olacaq deyənə deyirdi ki, farslaşdırmanın belə deyək tərəfdarı çıxırdı. Yoxsulluq və zənginlik. Təbii ki, yoxsulluq və zənginlik burada qarşı-qarşıya qoyulur. İnsanların yoxsul həyatı ilə, məsələ orada olan bəylərin, xanların həyatı, müstəmləkəçilik və milli azadlıq. Müstəmləkəçilik təbii ki, var idi. Cənubi Azərbaycan ilə müstəmləkə altındaydı. Həmçinin milli azadlıq da insanların müəyyən qədər, məsələn, orada təxminə obrazı var idi. Təxminə. Bir də kör kamançaçı var idi. Onlar məsələn milli azadlıq istəyirdilər. Hətta şahzadəni belə öldürmüşdülər, İran şahzadəsini. Daha sonra orada digər obrazlarda milli azadlıq, məsələn, elə Muradalı var idi ki, Muradalı da milli azadlıq belə deyək, tərəfdarı idi. Belə çox obrazı buna misal göstərə bilərik. Dürüstlük və ləyaqət isə burada belə bir nüans qarşı-qarşıya qoyulmur. Cavabımız olacaq 1, 2, 3, 4, 5, yəni B bəndi. Nə deyir? İlyas Əfəndiyevin Xurşudbanu Natəvan əsərinin əsas ideyası hesab edilə bilər. Əsas ideya deyirsə, əsas ideya. Bunu mütləq digərlərindən ayırmalıyıq. Doğma Azərbaycanın bütövlüyü. Baxın, bu əsas ideyadır. Bu əsas ideyadır. Çünki digərləri dərsləməyə qədər ola bilər, yaxın ola bilər. Amma əsas ideya Azərbaycanın bütövlüyü məsələsidir. Azadlıq uğrunda mübarizə. Bu müəyyən qədər ola bilər. Natəvanın məhəbbəti, ailə həyatı, ədəbi fəaliyyəti ilə bağlı vacib məsələlər. Xeyr, bu bir növ belə deyək də Xurşudbanu Natəvan haqqında yazılmış bir əsər kimi hesab oluna bilərdi. Əsas ideyadan uzaqlaşır. Vətənpərvər vətəndaşın özünü xalqdan ayırmaması. Bu da belə deyək, digər bir mövzulu əsər olar. Əsas ideya bu deyil təbii ki. Xalqımızın mədəni inkişafı. Bu da yaxında, amma əsas ideya deyil. Əsas ideyamız nə oldu? Doğma Azərbaycanın bütövlüyü. Xurşudbanu Natəvan əsərində əsas ideya Doğma Azərbaycanın bütövlüyüdür. A bəndi. Hansı fikir Xurşudbanu Natəvan əsərindən Natəvan, Seyid Hüseyn, Zahir bəyin söhbətindəki fikirləri qüvvətləndirə bilməz deyir. Ümumiyyətlə, burada belə bir söhbət gedirdi. Mamayı bir şeir yazmışdı. Deyirdi, vətənsizəm, vətənimin içində. Həmçinin burada onun hissləri, bir növ üzgün hissləri ifadə olunmuşdu. Ölüvay deməyim, necə deyim, sanki ancaq sızıldayırdı da. Buna da fikir bildirir kim? Nəvvab. Şair Nəvvab buna fikir bildirir ki, sən deyir, sanki deyir, hüzün, kədər daha çox hiss olunur. Zahir bəy isə bu şeiri bəyənirdi. Zahir bəy də ikiyüzlü obrazlarımızdan biridir. Hansı ki, Məclis-i Ünsün nümayəndəsi idi o da. Və bu zaman Seyid Hüseyn bildirir ki, bu şeirdə sən ağlanmışsan, ağlaşma qurmuşsan, amma deyirdi, insanların tamam fikirlərini, hisslərini ifadə etmirsən, amma onlar üçün bir çarə göstərməmişsən, yəni azadlıq üçün bir çarə göstərməmişsən. Bu zaman belə deyək,
Zahir bəy deyir, necə, yəni daha necə göstərsin? Və Nəvvab sual verir ki, yəni hələ də sən azadlıq nə olduğunu bilmirsən. Bunu Zahir bəyə sual verir. Ümumiyyətlə Nəvvab hər zaman elə bil yaxşı tərəfdə idi, amma Zahir bəy isə pis tərəfdə idi də, yəni mənfi fikirli, mənfi düşüncəli insan idi. Belə, yəni söhbət bu şeir üzərində qurulmuşdu. Daha sonra burada Tervahan var idi ki, Tervahan Rus şairinin Lermontovun adını çəkir. Deyir, Azərbaycan dilinə valih olub, onu şərqən fransız dili adlandırmışdı, deyir. Xurşudbani isə fransızların məşhur ədəbi Aleksandr Dumanın adını çəkir və deyir ki, o deyir bizə qonaq gələndə Azərbaycan dilinin deyir musiqisinə heyran olduğunu söylüyor. Yəni Azərbaycan dilinin musiqisinə heyran olduğunu. Fəqət deyir, hamıdan qabaq biz özümüz öz dilimizin qədrini bilməliyik. Yəni belə bir söhbət gedir. İndi burada isə bizdən istənir ki, hansı fikir bu söhbətin belə deyək, məzmununu neyə bilməz, qüvvətləndirə bilməz. Burada hansı söhbətlər getdi? Azadlıqdan söhbət getdi, dildən söhbət getdi. Daha sonra digər, məsələn, tanınmışlardan söhbət getdi. Baxaq indi variantlarımıza. Azadlığı dərk olunmuş zərurətdir. Bəli, azadlıq burada təbii ki, azadlıq mövzusu keçirdi. Hansı ki, Seyid Hüseyin dedi ki, sən azadlıq barədə heç bir şey yazmamısan, onları sadəcə ağlaşmanı qurmusan, amma bir çıxış yolu göstərməmsən. Bu söhbəti qüvvətləndirə bilər. Çökən bir millət uçurumun tam dibinə çatmasa, qalxmaq üçün təkan verə bilməz. Çökən millət də deyəndə Azərbaycanı nəzərdə tuturdu təbii ki. Yəni bu da söhbəti qüvvətləndirə bilər. Hər bir xalq öz dili ilə yaranır, dil məsələsinə toxunub. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkündür. Qabaqcıl adamlar da kim idi? Məsələ Lermontov, Aleksandr kimləri deyir. Və bir də dil mövzuda təbii ki, dedi ki, Tervahan deyirdi ki, Rus şairi Lermontov Azərbaycanın dilinə valih idi. Baxın, Lermontov dilə deyirdi. Amma Aleksandr Dumas isə musiqiyə, Azərbaycan dilinin musiqisinə heyranlığını bildirirdi. Lermontovu deyən Tervahan idi, ancaq Aleksandr deyən isə Xurşudbanu Natəvan idi. Baxın, bunu belə yadda saxlayın. Yəni, bu da qüvvətləndirə bilər. Daha sonra baxaq. Göz yaşları ağrı, acının ümidsizliyə çevrilməsinə səbəb olur. Göz yaşları deyəndə təbii ki, bu da yenə Mamayının şeirini xatırladır. Bu da söhbəti qüvvətləndirə bilər. Alçaq insanlara yaxşılıq etmək dənizə su daşmağa bənzər. Burada alçaqlıqdan və yaxud da belə deyək, ikiyüzlülükdən, hansısa belə xainlikdən söhbət getmədiyi üçün bu sanki mövzumuzla əlaqəsizdir və mövzunun təsir gücünü, mövzunun belə deyək, o qüvvətləndirilməsində iştirak edə bilməz. Cavabımız olur Y bəndi. 9-a baxaq. İlyas Əfəndiyevin Xurşudbanu Natəvan əsərinə aid doğru fikirləri bizdən istəyir. Doğru fikirləri istəyirsə, baxaq. Dramda Canişin Rusiya imperiyasının Azərbaycana maraqlarının ifadəçisi kimi çıxış etmişdi. Bəli, Canişin məsələ Rus tərəfdən idi. Bu doğru fikirdir. Bircə saniyə. Aha, bu doğru fikirdir. B-yə 2-yə baxaq. Natəvanla nikah diplomatiyası hər iki müstəmləkəçilərin maraq dairəsindədir. Bəli, biz bunu harada görürük? Canişin istəyirdi Knyaz Xasa ilə evləndirsin Natəvanı. Ancaq İran şahzadəsi isə özü evlənmək istəyirdi. Canişin müstəmləkəçi olsa da Natəvanla bağlı düşüncələrində səmimidir. Xeyr, təbii ki, xeyr. Heç bir səmimiyyətdən söhbət gedə bilməz. Yalnız öz mənfəətini güdürdü. Natəvanın öz haqqında öz haqqını israrla tələb edərkən Canişinin güzəştə getməyə məcbur edən Natəvanın israrlı olmasıdır. Bu yanlış fikirdir. Əslində Natəvanın israrlı olması yox, Natəvanın belə deyək, öz sözünün üstündə durması, öz vətəninin keşiyində durması, nə qədər vətənpərvər olması, israrlı olması idi deyəndə burada sanki yəni yola vermiş kimi olurdu. Natəvan o qədər dirəşir ki, haqqımızı istəyirik. Sanki Canişin də başdan eləyirmiş kimi deyir ki, yaxşı da belə yola verirmiş kimi bir vəziyyət çıxır. Yəni bu variantı götürsə elə bir vəziyyət çıxır. Amma təbii ki, Canişin özü Natəvanın necə bir igidliyə, necə bir cəsurluğa sahib olduğunu əmin idi, bilirdi. Onun haqqında hətta Mirzə Fətəli Axundzadədən məlumat almışdı. O baxımdan biz deyə bilərik ki, əsas məsələ israrlı olması yox,
belə deyək, onun vətənpərvər olduğunu və öz arzularının, öz məqsədinin arxasınca sonuna qədər mücadilə aparıb, mübarizə aparıb qalib gələcəyindən əmin olduğu üçün razı olmuşdu. Yəni bu yanlış fikirdir. Knyaz Xasay obrazı əsərdə Natavanın şəxsi həyatı və ictimai fəaliyyəti barədə geniş söz açmağa imkan verir. Doğru fikirdir. Çünki biz elə Natavanın fəaliyyətlərini onun dilindən eşidirik. Dilindən eşidəndə də təbii ki, Knyaz Xasay ilə söhbətində daha çox görürük və yaxud da Knyaz Xasay ilə münasibətində. Məsələn, deyir, mən gedirəm su çəkdirməyə Şuşaya, mən getdim belə elədim, Afşar cəmaatı gəldi məni qucaqladı. Yəni bu, belə deyək də, bu münasibətdə, bu dialoqlarda bir növ onun fəaliyyəti açıqlanır. Deməli, cavabımız olacaq nə? 1, 2 və 5. Yəni B bəndi. Daha sonra 10-cu suala baxaq. İlyas Əfəndiyevin Xurşudbanu Natəvan əsərində Canişin və Şahzadə obrazları üçün fərqli cəhətlərdir. Canişin və Şahzadə obrazları üçün fərqli cəhətlər istəyir bizdən. Fərqli cəhətləri istəyirsə baxaq. Təmsil etdiyi dövlətə maraqlarına xidmət edir. Bu əslində ortaq cəhətdir. Ona görə biri çıxırıq variantlardan da. Natavanla nikaha girmək istəyinin arxasında məqsədi dayanır. Natavanla nikaha girmək istəyən hansı idi? Təbii ki, Şahzadə idi. Ona görə biz bunu fərqli fikir kimi götürə bilərik. Düzdür, deyə bilərsiniz ki, axı Canişində istəyirdi ki, evləndirsin Knyaz Xasayla, amma burada sırf özünün nikaha girməyini istədiyini qeyd edir. Natavanın şairliyini öncədən bilirdi. Hər ikisi Natavanın şairliyini öncədən bilirdi. Ona görə ortaq fikirdir. Azərbaycanın ikiyə parçalanmasını təəssüfünü bildirir. Bu Canişin idi. Fərqli fikirdir. Şeirə, sənətə yüksək məhəbbəti olduğunu deyir. Bu isə Şahzadə idi. Fərqli fikirdir. 2, 4 və 5 olacaq C bəndi. 11-ə baxaq. Daha sonra İlyas Əfəndiyevin Xurşudbanu Natəvan əsərində Seyid Hüseyn və Muradalı obrazları üçün oxşar cəhətdir. Seyid Hüseyn və Muradalı. Biz bilirik ki, onlar xalanəvələri idilər. Həm Seyid Hüseyn, həm də Muradalı Cənubi Azərbaycandan, belə deyək, bir növ sığınmışdılar da, yəni Şimali Azərbaycana. O baxımdan indi baxaq görək nə istəyir. Və bizdən oxşar cəhətləri istəyir. Oxşar cəhətləri istəyirsə ortaq fikirlər tapacağıq. Natavanı dərin məhəbbətlə sevir. Bu təbii ki, Seyid Hüseyn idi. Ona görə biri götürmürük. İran ərbabların zülmündən Şuşaya pənah gətirir. Bu hər ikisinə aiddir. Ona görə götürürük. Məktəbə müəllim təyin olunur. Seyid Hüseyn idi. Natavanın ölkə mədəniyyəti ilə bağlı tapşırığa canla başla əməl edir. Natavan ölkə mədəniyyəti ilə bağlı tapşırığa. Bu hər ikisinə aiddir. 5-ə baxaq. Şeirə, sənətə yüksək məhəbbəti olduğunu deyir. Şeirə, sənətə yüksək məhəbbəti olduğunu deyir. Bu ümumiyyətlə bu kimə aid idi? Bu aid idi. Şeirə, sənətə yüksək məhəbbəti olduğunu deyir. Seyid Hüseyn idi, səhv eləmirəmsə, Seyid Hüseyn. Yəni, bu ortaq fikir deyil də bir sözlə. Cavabımız olacaq burada nə? Deməli, 2 və 4. 2 və 4 A bəndi. Bizdən nə istəyirdi? Oxşar cəhətləri. Aa, 12-ci sual deyir bu. Mən 11. Deyirəm axı, bu cavab niyə belə çıxır? 12-ci sualda bəli, A bəndidir. Mən elə bilmişəm ki, mən 11-ə baxıram, o baxımdan cavabı deyirəm, niyə düz gəlmir. Deməli, indi isə baxırıq 11-ə. İlyas Əfəndiyevin Xurşudbanu Natəvan əsərində Canişin və Şahzadə obrazları üçün oxşar cəhətdir. Baxaq. Deməli, təmsil etdiyi dövlətə maraqlarına xidmət edir. Təmsil etdiyi dövlətə maraqlarına xidmət edir hər ikisi. Oxşar cəhət deyirsə götürürük. Natəvanla nikaha girmək istəyinin arxasında məqsədlə bağlıdır.
Bu deməli olacaq Şahzadə obrazına fərqli fikirdir. Natəvanın şairliyini öncədən bilirdi, hər ikisi bilirdi. Daha sonra Azərbaycanın ikiyə parçalanmasının təəssüfünü bildirir. Bu canişin idi. Bizdən oxşar cəhəti istəyirsə götürmürük. Şeirə, sənətə yüksək məhəbbəti olduğunu deyir. Bu isə şeirə, sənətə yüksək məhəbbəti olduğunu deyir. Bu bircə saniyə fikirləşim. Bu şey idi. Şahzadə obrazı idi. Ona görə cavabımız olur 1 və 3 B bəndi. Daha sonra 13-cü suala baxırıq. İlyas Əfəndiyevin Xurşudbanı Natəvan əsərində Xasay və Seyid Hüseyn obrazları üçün ortaq cəhəti istəyir. Xasay, Knyaz Xasay və Seyid Hüseyn. Öz xalqının tarixi taleyini düşünür. Öz xalqının tarixi taleyini. Bu hər ikisinə aiddir. Ortaq cəhət. Natəvanla evlənmək istəyini ona çatdırmaqdan çəkinmir. Xasay obrazı idi, bu fərqlidir. Knyaz Xasay. Xan qızından sığınacaq verməsini xahiş edir. Seyid Hüseyn idi. Müstəmləkəçilərin şər və böhtanlarına məruz qalırlar hər ikisi. Ailə həyatı mürəkkəb hadisələr axarında uğurlu alınmır. Bəli, nə Seyid Hüseynlə, nə də Knyaz Xasay ilə xoşbəxt ola bilmir Xurşudbanu Natəvan. Ortaq cəhətlərimiz oldu 1, 4 və 5, yəni Y bəndi. Daha sonra 14-ə baxırıq. İlyas Əfəndiyevin Xurşudbanu Natəvan əsərinə aid uyğun fikirləri istəyin. Uyğun fikirləri istəyirsə ortaq cəhət, yəni uyğun deyirsə doğrudan doğru, yanlışdan yanlışı götürəcək. İlyas Əfəndiyevi düşündürən mühüm məsələ xalqımızın birliyi problemi əsərdə diqqət mərkəzində saxlanmışdı. Xalqımızın birliyi problemi, bu doğru fikirdir. Xurşudbanu Natəvan bu faciəli vəziyyətdən doğan narahatlığını, etirazını Çar canişininə açıq bildirir. Çar canişini deyil idi. Belə deyək də, Çar canişini. Xeyr, Çar canişini deyildi axı. Qafqaz canişini idi. Ona görə bu doğru sayılmır. Daha sonra Çar canişini, Qafqaz canişini. Natəvan canişini açıq şəkildə iki böyük dövlətin qədim bir tarixi olan Azərbaycan xalqını iki yerə parçalayıb qardaşı qardaşdan ayırmaları ədalətli iş deyil deyir. Düz deyir. Bu yəni doğru fikirdir. Daha sonra yanlış fikirlərə baxaq. Natəvan iki imperiyanın məkirli parçala hökm sür siyasətinin mahiyyətini aydın dərk edir. Doğru fikirdir. İnsanın öz vətəninə, öz mənliyinə, ləyaqətinə, vicdan azadlığına sahib olmasını xoşbəxtlik sayır və bu amal uğrunda bütün həyatı boyu mübarizə aparmağın vacib olması fikrini daşıyan obraz əksini tapıb. Deməli, əsərdə insanın öz vətəninə, öz mənliyinə, ləyaqətinə, vicdan azadlığına sahib olmasını xoşbəxtlik sayır və bu amalı uğrunda bütün həyatı boyu mübarizə aparmağın vacib olması fikrini daşıyan obraz əksini tapıb. Bəli, doğru fikirdir. Deməli, bu əslində Mirzə Ruhullahda aid eləyə bilərik. Mirzə Ruhullah. Həmçinin Xurşudbanu Natəvan da müəyyən qədər belə düşünürdü. Yəni düzdür, tam olaraq burada olan fikirlər Mirzə Ruhullaha təsvir edir. Belə, cavabımız olacaq nə? Yanlışdan yanlış, doğrudan doğru 1, 3. Belə bir cavabımız yoxdur. 1, 3. 2-yə baxaq. Çar canişi. Çar idi ki. Çar biraz nə bilim, bu Çarla Qafqaz mənə biraz Çar canişini. Qafqaz Çar yəqin ki eyni götürüblər. Onun baxımdan D variantını götürürük. Daha sonra 15-ə baxaq. İlyas Əfəndiyevin Xurşudbanu Natəvan əsərinə aid doğru fikirləridir, müəyyən edin. Doğrudan doğru, yanlışdan yanlışı götürəcəyik. Təhkiyə əsasında yazılmışdı. Bəli, doğrudur. Dram janrındadır. Dram janrında yox, dramatik janrındadır. Faciə
Görək faciəyə uyğun gəlir. Xeyr, faciə deyil. Bəli, dram janrındadır. Doğrudur. Əsərdə xalqın tərəqqisinin, oyanışının təhsillə, elmlə bağlılığı xüsusilə vurğulanır. Doğrudur. Xurşudbanu əmisi oğlu ilə arasında bəzi fikir ayrılıqları olsa da bir-birinə dayaq olurlar. Xeyr, yanlış fikirdir. Hidayət xanı idi, amma onunla da aralarında bir-birinə dayaqlıq söhbəti belə gedə bilməz. Xurşudbanunun şair olması müstəmləkəçilərə öncədən məlum idi. Bəli, hər ikisi bilirdi. Deməli, bizdə olacaq, deməli, 1, 2, 3, 4. 1, 2, 3, 4. 2, 3, 4 var. Görək nə də səhv eləmişik. Təhkiyə əsasında, çox üzürlü sayın, təhkiyə əsasında dramatik əsərdə hansı təhkiyədən söhbət gedə bilər? Təbii ki, dramatik əsərdə əyani göstərmədir. Çox üzürlü sayın, təhkiyə yalnız epik əsərlərdə olur. Üzürlü sayın, bu isə dramatik əsərdir. Bəli, ona görə cavabımız olacaq 2, 3 və 5. Xeyr, 4. Yanlışdan yanlışı deyil. 2, 3, 4 olacaq cavabımız D bəndi. Klasteri tamamlayan fikirləri istəyir. Mübarizdir, natəvan. Deməli, bundan sonra doğru fikirləri istəyir. Bəzən xalq üçün gördüyü işlərdən peşmançılıq çəkir. Gördüyü işlərdən peşmançılıq çəkmək xeyr, belə bir fikir yoxdur. Düzdür, bilir ki, onu anlamayanlar var, amma deyir, mən deyir bunları, belə deyək də, ona Hidayət xan deyir, Məlikül Dövlə deyir ki, sən niyə bu qədər əziyyət çəkirsən, yoxsa Mirzə Ruhullah, bircə saniyə görüm ona kim deyirdi ki, sən niyə bu qədər əziyyət çəkirsən, onsuz da sənin qədir qiymətin bilinmir. Knyaz Xasay idi, bəli, Knyaz Xasay ona deyir, niyə bu qədər əziyyət çəkirsən, deyir, mən bu işləri deyir, böyük təbəqənin, yüksək təbəqənin deyir, nümayəndələri üçün eləmirəm. Mən deyir, bu işləri o yerli xalq üçün, hansı ki deyir, mənə görüb deyir, qucaqlayan, sevinən, onların sevinməsi üçün deyir, eləyirəm deyir. Deməli, bəzən xalq üçün gördüyü işlərdən peşmançılıq çəkir, yanlış fikirdir. Daha sonra, Məlikül Dövlə ilə görüşün xarakterin açılmasında rolu çoxdur. Bəli, doğrudur. Nikah diplomatiyasında şahzadə ilə rastlaşmadığı məqamlar olur. Nikah diplomatiyasında şahzadə ilə razılaşmadığı məqamlar olur. Bəli, bu da var. Daha sonra razılaşmadığı məqam. Nikah diplomatiyasında şahzadə ilə razılaşmadığı məqamlar olur. Ümumiyyətlə, heç onunla razılaşmıraq, hansı məqamları belə ayrıca vurğulaya bilərik ki? Ümumiyyətlə, onların arasında heç nikah diplomatiyası olmur. Xeyriyyətçidir, bəli. Maarifpərvərdir, bəli. Cavabımız olur 2, 4, 5, yəni C bəndi. 17-yə baxaq. İlyas Əfəndiyevin Xurşudbanu Natəvan əsərində Knyaz Xasay və Canişin obrazları üçün oxşar cəhətdir. Knyaz Xasay və Canişin obrazları üçün. Baxaq. Müstəmləkəçi dövlətin maraqlarını güdür. Bu, ortaq cəhət ola bilməz. Çünki Knyaz Xasaya Canişin təklif eləyəndə ki, bəs bununla belədə də Xurşudbanu Natəvanla izdivac qursan dayın da sevinər. O deyir, mən sırf nəyinsə xatirinə evlənmək istəmirəm, deyir. Yəni, bu ortaq fikir deyil. Natəvan haqqında qabaqcadan məlumatlıdır. Bəli, hər ikisi məlumatlı idi. İmperatoru məmnun etməyə çalışır, hər ikisi. Natəvana hörmət bəsləyir, hər ikisi. Natəvanla bağlı heç bir niyyət güdmür. Canişin güdürdü. Ona görə də ortaq cəhət götürə bilmərik. 2, 3, 4 olur A bəndi. Uyğunsuzluğu müəyyən edin. Deyilmiş fikir və obraz. Deməli, xalqımızın yad ünsürlər içində əridilməsini xoşbəxtlik sayır Məlikül Dövlə. Ay, bu Məlikül Dövlə bilirsiniz nədir? Doğru fikirdir. Xalqımızın azadlığını iniltidə yox, mübarizədə görür. Seyid Hüseyin, bəli, Mamayın şeirinə münasibət bildirəndə deyir. Milləti dindən ayıra bilmir. Bəli, deyir İslam milləti. O da deyir İslam milləti olmur. Doğru fikirdir. Natəvana söz-söhbətin kəsilməsi üçün məsləhət verir. Nəvvab. Natəvana söz-söhbətin kəsilməsi üçün məsləhət verir.
Nəvvab yox, deməli, Mirzə Ruhullah idi o. Mirzə Ruhullah idi. Məsləhət verir ki, gəl evlən, bu söhbət bir dəfəlik kəsilsin. Yoxsa deyir, sənə deyir, Knyaz Xasay getmişdi, Xurşudbanı qalmışdı tək. Hamı belə deyək də düşmüşdü üstünə, çox şayələr yayırdılar. O baxımdan Mirzə Ruhullah da belə bir məsləhət görür ki, sən Knyaz Xasay ilə evlən. Təbii ki, amma belə bir sual çıxa bilər ortalığa ki, sırf Mirzə Ruhullah Knyazla deyirəm, Seyid Hüseynlə evlən deyənə evləndi. Yox, özü istədiyi üçün evləndi. Hakimiyyətə gəlmək üçün Azərbaycanlıların dəstəyini qazanmaq istəyir Şahzadə. Bəli, elə buna görə evlənmək istəyirdi. Cavabımız olacaq D bəndi, yanlışca uyğunsuzluğumuz. 18-dədir, 19-a baxaq. Natəvan obrazı ilə bağlı uyğunsuzluqları müəyyən edin. Maarifçidir, doğrudur. Xeyriyyətçidir, doğrudur. Talih hüznə gülür, xeyr, gülmür. 2 dəfə ailə qurur, ikisində də xoşbəxt ola bilmir. Özünü xalqdan ayırandır, xeyr, ayırmır, bu yanlış fikirdir. 4-ü də götürürük. 5-ə baxaq, diplomatdır. Əslində, bəli, diplomat qadın hesab etmək olar. Çünki o da bir növ Sara xatın idi, səhv eləmirəmsə, onu kimi gedir. Deməli, cavabımız olacaq 1 və 3, yəni B bəndi. Bizə nə istəyir? Uyğunsuzluqları. 1, 3. 1, 3 niyə olur? 1, 5-ə, 1, 5. 1, 5 yazmışam, 1, 3 deyirəm. Ay Allah, 3, 4. 3, 4. Yox, deyəsən mənim beynim donubdur. Burada 3 ilə 4-ü işarələyib, mən niyə başqa variantlar deyirəm, bilmirəm. 3 ilə 4. D bəndi. 20-yə baxaq. Deməli, Natəvan obrazla bağlı xarakterlər xəritəsindəki uyğunsuzluqları müəyyən edin. Uyğunsuzluq deyirsə, baxaq, yanlış cavabları istəyir. Xarakteri cəsurdur. Kimdəndir? Natəvandan. Aha. Və bizdən uyğunsuzluğu istəyir. Deməli, cəsurdur. Bəli, cəsurdur. Biz onu cəsur adlandıra bilərik. Əməli, canişinin gizli niyyətini puça çıxardır. Doğrudur. Ailəsində vəziyyət getdikcə gərginləşir. Ailəsində vəziyyət getdikcə gərginləşir. Əməli. Əməli ola bilməz. Axı, bunun necə əməli olsun ki? Yanlışdır. Nitqi, Knyaz qəribədir. Məndən ötəri elini vətəninə atıb gəlib. Knyaz qəribədir deyir. Məndən ötəri elini vətəninə atıb gəlib. Bunu bəyimə deyirdi. Bəyim onun, elə Daşdəmirlə bəyim onun xidmətçisi idi. Ona deyirdi ki, bəli, Knyaz qəribədir. Məndən ötəri elini atıb gəlib. Bu doğru fikirdir. Rus şairi Lermontov Azərbaycan dilinə valih olub onu Şərqin fransız dili adlandırmışdı. Bunu deyən kim idi? Tervahan. Bunu deyən Tervahan idi. Deməli, bu da yanlış fikirdir. Bizdən uyğunsuzluqları istəyirsə 3 və 5-ə götürəcəyik. A bəndi. 21-ə baxaq. Deməli, 21-də bizdən nə istəyir? Uyğunsuzluğu müəyyən edin. Yenə uyğunsuzluqlara baxırıq, yəni yanlış fikirlərə. Daha doğrusu, uyğunsuzluq yaradan fikirlərə. Natəvan insanın öz vətəninə, öz mənliyinə, ləyaqətinə, vicdan azadlığına sahib olmasını xoşbəxtlik sayır və bu amal uğrunda bütün həyatı boyu mübarizə aparır. Doğru fikirdir. Elə qabağına da doğru yazılıbdır. Natəvan xalqına alçaq nəzərlərlə baxanları məntiqli cavablarla susturur. Bəli, doğru fikirdir. Məsələ Şahzadə idi. Şahzadə idi ki, bu zamanda Natəvan öz fikirlərini gözəlcədə ifadə edə bilir. Daha sonra, doğma dilimizin gözəlliyini dünyanın məşhur simalarından biri də ifadə edib. Yanlış fikir. Doğma dilimizin gözəlliyini dünyanın məşhur simalarından biri də ifadə edib. Bu yanlış fikirdir, bu doğru fikirdir. Bunu kim eləmişdi? Bunu təbii ki, Tervahanın dilindən eşidirik ki, Rus şairi Lermontov Azərbaycan dilinə nə qədər valih olduğunu qeyd edir. Burada isə yanlış fikir verib uyğunsuzluq yaranıbdır.
Vətənpərvər obrazı danışdırmaqla dilindən söz alıb müstəmləkəçi ağalarına çatdırmaq istəyən obraz yer almayıb. Yanlış fikirdir. Nəyə görə? Vətənpərvər obrazı danışdırmaqla dilindən söz alıb müstəmləkəçi ağalarına çatdırmaq istəyən obraz yer almayıb. Bu təbii ki, Məlik Küldövlə obrazıdır ki, Natavanla danışır və başlayır ondan söz almağa çalışır. Bir növ elçiliyə gəlmişdi, amma siyasi məsələləri də qarışdırır. Bu, ona görə yanlış fikir olduğu üçün yanlışla yanlış uyğunluq təşkil edir. Əsərdə doğma dilimizin milli varlığımız olduğu fikri səslənir. Doğma dilimizin milli varlığımız olduğu fikri səslənir, doğru fikirdir. Bunu harda qeyd edir? Məsələn, Xurşudbanu Natəvan deyir ki, fransızların məşhur ədibi Aleksandr Dumas bizə qonaq gələndə Azərbaycan dilinin musiqisinə heyran olduğunu söylürdü. Fəqət hamıdan qabaq biz özümüz, öz dilimizin qədir-qiymətini bilməliyik. Dil bizim milli varlığımızdır. Nə qədər ki, Azərbaycan xalqı yaşayır, Azərbaycan dilində yaşayacaq deyirdi. Bunu məsələ Xurşudbanu Natəvanın dilindən eşidirik. Yanlış cavabımız olur nə? C bəndi. 22-yə